Agentlik tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə 2-6 mart tarixlərində Respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilən epizodoloji monitorinqlərin nəticələri açıqlanıb. Monitorinqlər epizodik risk əsasında müəyyən olunan dövlət təbiət qoruqlarında, ovçuluq təsərrüfatlarında və milli parkların su, bataqlıq, dəniz sahili zonalar və digər əraziləri əhatə edib. Habelə su anbarları və çay sahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədi ilə ovlanmış müxtəlif növ vəhşi quşlardan diaqnostik nümunələr götürülüb. Bundan əlavə sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonda fəaliyyət göstərən ailə təsərrüfatlarında müxtəlif növ ev quşlarından laborator müayinə üçün nümunələr götürülüb. Vəhşi və ev quşlarından götürülən nümunələrin laboratoriya müayinələri və ümumi epizodoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Newcastle xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.